Salam uşaqlar. Bugün 26 oktyabr OTK-nın keçirdiyi blok imtahanı 11-ci sinif 4-cü qrupda kimyada istifadə olunan test tapşırıqlarının izahına baxaq. Deməli, birinci sualda qrafik verilib. Hansı halı temperatur 20 dərəcə 60 dərəcəyə qədər artırıldıqda maddələrin aqreqat halının dəyişməsi düzgün göstərilmişdir. Birincidə X maddəsi üçün baxırıq. Deməli, X maddəsinin əriməyə başlayır 10 dərəcədə, qaynamağa başlayır 110 dərəcədə. Deməli, 20 dərəcə Selsidə buraya yazaq X maddəsi ərimə ilə qaynamanın ortasındadır. Yəni maye aqreqat haldadır. 60 dərəcədə isə yenə 10 ilə 110-un arasındadır. Deməli yenə maye haldadır. Amma burada yazıb ki, X maddəsi bəkdən mayeye keçir. Xeyr, maye idi, elə maye olaraq da qalır. Yəni birinci fikir yanlışdır. İkinci fikrə baxırıq. Y maddəsi mayədən qaza. 20 dərəcədə Y maddəsi, bax 20 -10 ilə 45-in ortasındadır, eləmi? Deməli 20 dərəcədə Y maddəsi maye haldadır. 60 dərəcə isə qaynama temperaturundan yüksəkdə bu maddə 45-də qaynamağa başlayır. Deməli 60-da artıq olacaq qaz halında. Deməli, Y maddəsi maye haldan qaz halı keçir. İkinci fikir doğrudur. Üçüncü fikrə baxırıq. Z maddəsi bəkdən qaza. Z maddəsi 20 dərəcədə, baxın, 0 ilə 100-ün ortasına düşür. Yəni, ərimə ilə qaynamanın ortasındadır maddə. Onda 20 dərəcədə maddə maye aqreqat halda olacaq. 60 dərəcə yenə 0 ilə 100-ün ortasına düşür. Deməli, yenə maye aqreqat halda olacaq. Yəni, maddə maye idi, elə maye olaraq da qaldı. Amma burada yazır ki, bəkdən qaza keçir. Bu yanlış fikirdir. Doğru cavab olur yalnız 2, yəni B variantı. İkinci suala baxırıq. Dövr sistem cədvəlinin müəyyən bir hissəsi verilmişdir. Y və Z elementlər üçün hansı ifadələr doğrudur? Y və Z-in S elektronlarının sayı eynidir. Uşaqlar, baxın. Görün, bu böyüyür. Aha. Sizə burada X veribdir. Siz Y və Z-in artıq nömrəsini tapa bilərsiniz. Necə tapa bilirsiniz? Biz bilirik ki, qruplarda yerləşən, yəni eyni qrupda yerləşən elementlərin nömrələri bir-birindən 8 vahid fərqlənir, düzdür? Məsəl üçün, buradakı X elementi 6-dırsa, onda burada olan element nə idisə, 6 üstə gəlsin 8, 14 olacaq. Bura 14-dürsə, bura 13, Y-ə qalır 12. Bu 14-dürsə, bu 15, Z-də olur 16. İndi Y-lə Z-in elektronları bərabərdir. 12-ni ayırsaz, 1s2, 2s2, 2p6, 3s2. 16-nı ayırsaz, 1s2, 2s2, 2p6, 3s2, 3p4. S elektronu 12-nin, deməli 2, 2, 2, 6 dənədir, 6 dənə. Z 16-nın isə 2, 2, 2, bunun da 6 dənədir. Y-lə Z-in S elektronunun sayı eynidir, yəni bu doğru fikirdir. Y-in ən kiçik yoxləşmə dərəcəsi -2-dir. Baxın, Y nədir? 12-dir. 12-ci elementdir və ikinci qrupda yerləşir. İkinci qrupda yerləşənlər metaldır və metalların ən kiçiyi 0 olur. Onlar mənfi oksidaşma dərəcəsi göstərmir. Yəni, bu yanlışdır. Y-in sıra nömrəsi özünə yaxın təsirsiz qazın sıra nömrəsindən 2 vahid çoxdur. Təsirsiz qazlar bilirsiniz ki, 8-ci qrupda yerləşirlər. 8-ci qrupda yerləşirsə, bu 8-dən 2 vahid çox deyirsən, 9-10-cu qrup yoxdur da, elə deyilmi? Deməli, 8-dən sonra 2 vahid çox, 9, 10, 9 olur birinci qrup, 10 isə olacaq ikinci qrup. Həqiqətən də Y ikinci qrupda yerləşir. Ona görə deyilir ki, özünə yaxın təsirsiz qazın sıra nömrəsindən 2 vahid çoxdur, fikri doğrudur. Yəni, 8-dən 2 vahid gələndə aşağı 2 dama sayanda ikinci qrupa düşür, Y də ikinci qrupda yerləşir. Y ilə Z, Y2 Z tərkibli birləşmə gətirir. Y ilə Z. Gəlin baxaq Y-ə. Y elementi 12-ci elementdə ikinci qrupdadır. Z isə 16-cı elementdə 6-cı qrupda yerləşir. Deməli, Y metaldır, Z isə qeyri-metaldır, düzdür? Qeyri-metal olan Z özünü 8-ə tamamlamaq üçün 2 valentlik göstərməlidir, düzdür? Onda Y 2, Z2 yazsa, zaten 2'lər ixtisar gedir. Y, Z formasında olmalıdır. Bu maddələrin, daha doğrusu bu atomların əmələ gətirdiyi birləşmə. Yəni, bu 4-cü fikir yanlışdır. Doğru cavab olacaq 1 ilə 3, Y variantı 32-də. Burada yazılır 32, Y bəndi. Keçək 33-cü suala. Deməli, X-Y2 birləşməsində elementlərin kütlə nisbəti 1-in 2 kimidir. Eyni kütlə götürülmüş X-in Y reaksiya daxil oldu. 14 qram X artıq qalarsa, əmələ gələn X-Y2-nin kütləsini hesablayın. Baxın, uşaqlar.
Kütlə nisbəti deyir 1-in 2-yədir. Bu o demək ki, 1 qram, oy bu niyə yazmadı? 1 qram X üçün, bax 1 qram X üçün 2 qram Y reaksiya daxil olmalıdır. Düzdür ki, X, Y2 alınsın. Sənə deyir ki, bunlar eyni kütlədə götürüləndə, yəni 2 qram X-dan götürsən, 2 qram da Y-dən götürsən, məsəl üçün. Düzdür? Burada kimdən artıq qalacaq? Y-in hamısı reaksiya gedəcək, X-in artıq qalacaq da. Neçə qram artıq qalacaq? 1 qram artıq qalacaq. 1 qram X-dən artıq qalanda isə sənin birləşməyinin kütləsi neçə qram olmalıdır? 1, 2, birləşməyinin kütləsi olmalıdır 3 qram. Doğrudur, çünki 1 qram X-a 2 qram Y birləşirsə, əmələcəyin birləşmə olur 3 qram. Düzdür? Hərəsindən 2 qram götürəndə 1 qram artıq qalan zaman birləşməyin kütləsi 3 qram olur. Bəs 14 qram X artıq qalsa birləşməyin kütləsi neçə qram olar? 14-ü də 3-ə vurursan, deyirsən 42 qram. Cavab da olur A variantı. Keçək 34-ə. X, Y və Z qazlarının normal şərtdə sıxlıqları X-in Y-dən, o da Z-dən böyükdür. Hansı ifadələr doğrudur? Sıxlıqlardır, bir də qazlardır. Siz bilirsiniz ki, rho bərabərdir M bölünsün V düsturuna görə. Hansı qazın sıxlığı böyükdürsə, buradan da M bərabərdir rho V-də çıxartsan, sıxlığı böyük olanın kütləsi də böyük olmalıdır. X-in molyar kütləsi ən böyükdür. Deməli, bu doğrudur. Eyni kütlədə götürüldükdə tutduqları həcmlər eynidir. Gəlin baxaq. Kütləsi fərqlidir də bu qazların, düzdür. Biz bilirik ki, kütləsi fərqli olan qazlarda eyni kütlədə götürəndə kütləsi ən az olanın həcmi ən böyük olur. Deməli, bu fikir yanlışdır. Hansının kütləsi ən azdırsa, həcmi ən böyük olacaq. Yəni, Z-in həcmi orada ən böyük olacaq. Bərabər həcmdən söhbət gedə bilməz. Bərabər kütlələrində molekul sayı eynidir. Xeyr, bu da yanlışdır. Niyə? Çünki bayaq dedim ki, bunların kütlələri müxtəlifdir. Sıxlıqları müxtəlif olduqlarına görə, yəni müxtəlif qazlardır. Və bunları bərabər kütlədə götürəndə həcmi ən az, kütləsi ən az olanın həcmi çox olacaq. Həcmi çox olduğuna görə molekul sayı da çox olacaq. Yəni, eynidir fikri tamamilə yanlışdır. Doğru cavab yalnız 1 olur C variantı. Keçək 35-ə. Reaksiya üçün doğruları müəyyən elə. Ödəməklərin oksidaşma dərəcələrini yazaq. Dəyişənlər burada karbondur. Kükürdür müsbət 6-dan. Burada keçir karbon müsbət 4-ə. Kükürd də müsbət 4-ə. Reaksiyanı əmsallaşdırsaq, karbon 0-dan, karbon müsbət 4-ə keçir. Kükürd müsbət 6-dan. Kükürd keçir müsbət 4-ə. 4 elektron keçidi buradadır. Müsbət 6-dan müsbət 4-ə keçir 2 elektron. İxtisar gedir 2-nin 1-ə. Bu birinci qrupda düşmüşdür. 1. Karbonun əmsalını atırıq 1-i. Qələmin rəngini dəyişək. 1, 1. Kükürdün əmsalını atıram 2-ni. Burada 2. 4 dənə hidrogen olduğuna görə bura atıram 2-ni. 2 dəfə 4, 8 oksigen. 2, 4, 2, 8 oksigen. İndi baxaq. Birinci fikir. H2SO4 oksidləşdiricidir. H2SO4-ün tərkibində kükürd müsbət 4-dən müsbət 6-ya gedib. Yəni, neyinib? Elektron alıb. Elektron alıbsa, maddə həqiqətən də oksidləşdiricidir. CO2 oksidləşmə məhsuludur. Baxın, oksidləşmə prosesi kimin başına gəlir? Reduks edicinin başına gəlir. Düzdürmü? Reduks edici də karbondur. 0-dan müsbət 4-ə gedib. Elektron verib, olub reduks edici. Reduks edici desə, bu oksidləşib. Bundan əmələ gələn məhsuldur. Oksidləşmə məhsulu olacaq. Yəni, karbon qazı həqiqətən oksidləşmə məhsuludur. Deyir, suyun əmsalı 2-dir. Bu da doğru fikirdir. Doğru cavab oldu. Y bəndi hamısı. Keçək 36-cı suala. X-i hesablayın. Deməli, reaksiya daxil olan piritin kütləsi M qramdır. Reaksiyadan alınan dəmir klorürün kütləsi M çıxılsın 8 qramdır. SO2-nin həcmini tapaq. Uşaqlar, reaksiyaya baxın. Sizin reaksiyamızda 4 dənə pirit var. Ferium S2 var. Və bundan 2 mol ferium 2O3 alınıb. Düzdür? Bunların bu məsələni işləməyin ən rahat üsulu kütlələrin fərqindən istifadə etməkdir. Piritin kütləsini hesablasaq, bir dəqiqə tez hesablayaq. Piritin içərisində dəmir var 56 qram, 64 qramda deməli nə var? Kükürt var, eləyir 120 qram. 4 vurulsun 120 qram, o da eləyəcək 480 qram burada pirit var. Keçək dəmir KO3-ə. Deməli, 112 üstə gəlinsin 3 dənə də oksigen olduğuna görə 48 qram. Bunu da vururam 2-yə, eləyir 320 qram. Uşaqlar, bunların arasındakı fərq nə qədərdir? 480-dan çıxırsan 320-ni. 160 qram bu maddələrin kütlələri arasında fərq olanda SO2-dən neçədən alınıb? 8 dənə. Həcm deyirsə 8 vurulsun 22 onda 4. İndi bu elementlərin kütlələri arasındakı fərq neçə qramdır? 8 qram. 8 qram olanda nə qədər SO2 alınır? X qədər. Buradan hesablasaq 8-i, deməli,
X-i tapmaq üçün 8 vur 8 vur 22,4 bölünsün 160-a. Bu da verir 8 tam %96 litr. Əslində ixtisar edib rahat bölə bilərdik. Mən sürətli kalkulyatorla böldüm. Cavab oldu A variantı. Termokimyəvi tənliyə əsasən T plus Z bərabər 2M reaksiyasının istilik effektini hesablayın. Uşaqlar, gəlin baxaq. Bax, reaksiyada sağda 2M var, olmalıdır. Sol tərəfdə T ilə Z olmalıdır. Mən baxıram ki, həqiqətən mənim solumda T var, amma sol tərəfdə Z yoxdur, X var. Deməli, mən o Z olan tənliyi tərsə mayalaq çevirirəm. Gətirirəm belə, Y plus Z bərabər, ox qoyuram, bir tərəfli oxduyumda 2X. Çevirdiyimə görə mənfi 180 olur, müsbət 180. İndi buradan eyniləri tərəf-tərəfə toplasan, islah eləyirsən gedir. Yəni, Y ilə Y burada eynidir gedir. 2X ilə 2X burada eynidir gedir. Nə qaldı? T plus Z bərabərdir 2M. Tərəf-tərəfə topladığıma görə 390 ilə da 180 toplanır. 390 ilə da 180-i toplayanda, deməli 390 plus 180 570 kilojoule enerji verir sənə C variantı. 38. Reaksiyanın istilik effektini hesablayın. Telefona çox mesaj gəlir, gözüm qalıb orada. Reaksiyanın istilik effektini hesablayın. Gəlin baxaq. Uşaqlar, biz bilirik ki, reaksiyada bəsit maddə varsa, onun istilik effekti 0 qəbul olunur. Düzdürmü? Reaksiyanın istilik effektini tapmaq üçün, Q-nü tapmaq üçün biz əmələ gələnlərdən, epsilon əmələ gələn maddələrin istilik effekti cəmindən çıxırsınız başlanğıcların cəmi. İndi baxaq, əmələ gələn maddə kimdir? SO3. Neçə dənə əmələ gəlib? 2 dənə. Bu SO3-ün əmələ gəlməsi neçədir? B. 2 dənə olduğuna görə Q bərabərdir 2B. Minus. Oksigen var 0-dır. SO2-nin əmələ gəlməsi neçədir? A. Neçə dənə əmələ gəlib bundan? 2 dənə. Çıxılsın 2A. Deməli Q 2B çıxılsın 2A. Cavab olur Y variantı. 39. Hansı qarşılıqlar ayrıcı qıfla ayırmaq olar? Ayrıcı qıf bilirsiniz ki, heterogenləri ayırır. Bir-birində həll olmayan maye qarşılığını. Etanolla su bu distillərlə ayrılır. Qumla su bu süzməylə ayrılır. Benzinlə su bəli ayrıcı qıfla ayrılır. Cavab olur A variantı. 40-cı sualda X, Y-in əmələ gətirdiyi birləşmənin 1 molda olan atomların ümumi sayını hesablayın. 1 molda olan elektronların mol sayı. Uşaqlar, XO3-də 40 dənə elektron var. Bunun içərisində var X, bir də oksigen. Oksigenin bir dənəsinin 8 elektronu varsa, 3 dənəsinin 3 vurulsun 8, 24 elektron olacaq. Razısınız da məndən. İndi X-i tapanda 40-dan çıxmalısan 24-dür. Yəni, X bərabər olmalıdır 16-ya. 16. Y2O-da isə 2 dənə Y var, bir dənə də oksigen var. Bu oksigendə 8 elektronu var. Üstə gəl 8 bərabərdir 30-a. Buradan indi Y-i tapırsınız. 30-dan çıxırsınız 8-i eləyir 22. Onu da bölürsünüz 2-yə. Y-də bərabər verir sizə 11-i. İndi uşaqlar, deyir ki, X, Y-in əmələ gətirdiyi birləşmənin bir molekulda olan atomların sayı. Deməli, uşaqlar, X elementi 16-cı elementdir. Daha görə neçənci qrupda yerləşir? 2, 8, 6. 6-cı qrupda yerləşir X elementi. Y elementi 11-ci elementdir. Birlikdə natriumdur. Bu da 1-ci qrupda yerləşir. Y metalda, X onda qeyri-metaldır. Qeyri-metal olan X özün 8-i tamamlamaq üçün 2 valentlik göstərəcək. Onda birləşməyin formulu çarpaz qaydasına görə olacaq X, Y, 2. İndi bunda atomların ümumi sayını istəyir. Bir dənə X var, 2 dənə də Y, cəmi 3 dənə atom. Cavab da oldu B variantı. Keçək 41-ə. X maddəsinin yanması zamanı maddələrin mol sayının zamandan asılı olaraq dəyişməsi qrafiki verilmişdir. X molekulunda atomların ümumi sayını hesablayın. Deməli, uşaqlar, X maddəsi yanır. Yanır. Nə alınır? Biz bilirik ki, alınan maddələrin qrafiki, yəni məhsullar əvvəl qabda olmur, reaksiya gedəndən sonra əmələ gəlirdi onlar. Ona görə onların qrafiki üzü yuxarı olmalıdır. İndi baxın, üzü yuxarı nə alınır? Bir karbon qazı alınır, bir də su alınır. Üzvü maddədə bu nədirsə yanan. Mol sayının zamanın asılılığıdır. Baxaq, X maddəsi başlanğıcda 5 mol götürülüb. Gəlib ondan neçə mol qalıb? 4 mol. Deməli, 1 mol X maddəsi işlənibdir. Oksigenə baxaq. 5 mol götürülüb, gəlib 0-a dəyib. Oksigen baxın. Deməli, 5 molun hamısı işlənib. 5 mol oksigen işlənib. Karbon qazına baxaq. 0-dan neçəyə qalxıb? 3-ə. Su neçəyə qalxıb? 4-ə. Məndən nə istəyir? X molekulundan atomların sayı. Biz bilirik ki, sağda və solda
eyni atomların miqdarları eyni olmalıdır. Yəni sağda 3 dənə karbon varsa, deməli solda da 3 dənə karbon olmalıdır. Onda bu X maddəsinin içində bir 3 dənə karbon var. Sağda 4 vurulsun ki 8 dənə hidrogen varsa, solda da 8 dənə olmalı. Deməli bura bir 8 dənə hidrogen yazırsan. İndi oksigenə baxır. 2 dəfə 3 6 dənə oksigen burada var, 4 dənə oksigen burada var. Cəmi 10 dənə oksigen var. 5 vurulsun ki solda da 10 dənə oksigen var. Deməli bu X-in içərisində oksigen yazmağa ehtiyac yoxdur. Bundakı ümumi atom sayı istəyirsə 3-ün də üzərində gəlirsən 8-i eləyir neçə? 11. Cavab da olur Y variantı. 42-yə baxaq. Qaz qarışığının tərkibi. Qarışıqda atomların ümumi sayı, protonların ümumi sayı. Baxaq. CH4, bir də hidrogen var. Atomların ümumi sayı X-dır. Aha. Və buraya yazıram mən atom sayı. Burada yazıram proton sayı. Ay uşaqlar, biz bilirikmi CH4-dən H2-nin hərəsindən nə qədər var? Yox. Bunu yazıram bir A qədər tutalım ki, bundan bir B qədər. İndi gəlin bunun atom sayını hesablayaq. CH4-də neçə atom var? 1 karbon, 4 hidrogen, 5 dənə. A dənədə olduğuna görə bu mol miqdarı deyirəm 5A dənə atom. H2-də 2 dənə atom var, B qədərində olanda 2B dənə atom olur. Birinci tənliyimi buradan qura bilərəm. 5A plus 2B atom sayı neçə verir mənə? X bərabərdir X-ə. İndi proton sayına baxaq. Karbonun 6 protonu var, hidrogenin birinin 1 protonu varsa 4 dənəsində 4 protonu var. Deməli bu maddədə cəmi 10 dənə proton olacaq. O A dənəsində də olacaq 10 A dənə. H2 deyərsə, hidrogenin birinin 1 dənə protonu varsa, ikisinin 2 dənə protonu var. Bu da olacaq 2B dənə proton. Deməli 10A plus 2B də bərabərdir 1,5 X-a. Şöyle bunlar tərəf-tərəfə çıxa bilərsiniz. Onda 2B'lər gedəcək. 10A'dan 5A çıxanda qalır 5A bərabərdir. 1,5 X-dan da X çıxanda 0,5 X-a bərabər qalır. Düzdür. İndi səndən nə edir? Buradan A-nı tapa bilərsiniz əslində. A bərabərdir 0,5 X-i bölərsiniz 5-ə. Daha doğrusu onlar 0,1. 0,5 X-i 5-ə bölərsiniz. 0,1 X. Razısınız məndən? Razısınız. İndi keçək A-nı tapdımsa B-ni də tapa bilərəm də buradan. Düzdür. Gətirək yerinə qoyaq, tapaq. Necə tapaq? Və bu düsturda gətir yerinə qoy. A 0,1 X deyil. 5-i vur 0,1 X-ə olsun 0,5 X. Üstə gəlsin 2B bərabərdir X-ə. Onda 2B bərabərdir. X çıx 0,5 X 0,5 X-ə. Onda B neçəyə bərabərdir? Uşaqlar 0,5-i bölürsən 2-yə. Bu da olur 0,25 X. Əla. Və B-ni də tapmışam, A-nı da tapmışam. Məndən qaz qarışığının hidrogen göl nisbi sıxlığını istəyir. Deməli, mən artıq burada gətirib M ortağını da tapmalıyam. Bunun bir dənə yazaq nömrəsini buradan yazaq. 42, orada yer qutardı çünki. Nisbi sıxlıq deyirsə M ortağı tapmalısan. M orta düsturu necədir? Nü1 M1 plus Nü2 M2 bölünsün Nü1 üstəcək Nü2. Düzdür. Birinci maddən CH4-dür. Onun mol miqdarı 0,1 X-dir. Kütləsi də 16 qramdır CH4-ün. Üstəcək. İkinci maddəm hidrogendir. Onun da mol miqdarı 0,25 X-dir. Kütləsi də 2 qramdır. Nü1 üstəcək Nü2 də məxrəcdə olur. Yəni 0,1 X plus 0,25. Bu da eləyir 0,35. Gəlin bunu vuraq belə görək. Bu olur 1,6 X. Daha doğrusu burada 1,6 X üstə gəlsin. 0,25-i vuranda 2-yə eləyir 0,5 X. Bölünsün 0,35 X-a. 0,5-in üstünə 1,6 gələndə 2,1 eləyir. Bunu da 0,35-ə böləndə eləyir 6. Qaz qarışığının M ortası 6-dır. Bunun hidrogenə görə nisbi sıxlığını deyirsən. 6-nı da bölürsən hidrogenin kütləsi olan 2-yə sənə verir 3-ü. Cavab da olur D variantı. Tez-tez bir nəfəsə danışıram. İnşallah ki, başa düşürsünüz. Keçək 43-ə. Deməli, maddə CO2 mol miqdarı N-li donor atomu rabitə əmələ gətirən elektronlarının mol miqdarı A dənə. Baxaq. Uşaqlar, bu rabitələrin 2 dənəsi bunlar mübadilə mexanizmindən yaranır. Üçüncü isə donor-akseptor mexanizmindən yaranır. Yəni, oksigen öz elektronunu qoyur karbon boşxanasının. Oksigen təzdən karbonun boşxanasına elektron verir. Yəni, oksigen olur donor. Karbon da olur akseptor. İndi uşaqlar, 1 mol CO2-da donor atomu rabitə əmələ gəlmədə gətirən elektronlarının mol miqdarı. Donor atomu, yəni oksigen neçə elektron iştirak edir? 1, 2, 3 dənə öz yerinə, bir də karbonun yerinə.
4 dənə elektron iştirak edir. Bunun birinə 4 dənədirsə, n dənəsinə nə qədər olmalıdır? 4 n dənə. Cavab olur C variantı. 44. Molekulda rabitə əmələ gəlməsində iştirak edən hibrid orbitalların sayı. Uşaqlar, amonyakda azot sp3 hibrid halındadır. sp3 hibrid halındadırsa bunun 4 dənə hibrid orbital var. Amma neçəsi rabitə əmələ gəlmədə iştirak edib deyirsə, bax neçə rabitə əmələ gətirir? 1, 2, 3 dənə. 1 elektron, 2 elektron, yazılmaq ki 3 elektron. 4 orbitaldan cəmi 3 dənəsi rabitə əmələ gəlmədə istifadə olunub. Əgər desəydik ki, ümumi hibrid orbital sayı 4 saxlayardın. Amma rabitə əmələ gəlmədə iştirak edən 3-dür. CO2-də isə rabitə əmələ gəlmədə iştirak edən hibrid orbitalların sayı deyirsə, karbon burada hansı hibrid haldadır? sp hibrid haldadır, düzdür? Bax, indi bu sp-nin neçə dənə orbital var? 2 dənə, düzdür? O ikisini də istifadə edibdir sigma rabitənin yaratmasında. Və sual verə bilərsiniz, bəs bunlar nədir? Bunlar uşaqlar hibrid orbital yox, bunları hibridləşməmiş pp orbitallar əmələ gətirir. Ona görə bunların hibridlə işi yoxdur. Hibrid, göqor rəngini dəyişim, ancaq bu karbonun 2 dənə var, sp. Ancaq o 2-dir, ikisində işlədibdir. A-dan da B, yəni 3-dən də 2 çıxanda eləyir 1, cavab olur C variantı. 45. Dövri sistem cədvəlinin müəyyən bir hissəsi verilmişdir. X təsirsiz qaz olarsa, Y və Z-in əmələ gətirdiyi birləşmənin bir molunda olan protonların mol sayını hesablayın. Deməli, X təsirsiz qaz olarsa, bunlar 2 ilə 3 nədir? Y və Z-in əmələ gətirdiyi birləşmənin bir molunda olan protonların mol sayını hesablayın. Baxın, X təsirsiz qazdır. Və bu dövrlərdir. İkinci dövr, üçüncü dövr. İkinci dövrün təsirsiz qazı hansı? Neçədir nömrəsi? 10-dur da, doğrudur. İndi bax, mən bayaq dedim ki, o birisi sualda da eyni qrupda yerləşən elementlər alt üstə olanda bir-birindən 8 vahid fərqlənir. Deməli, bu 10-dursa, bu xana 18-dir. Ondan bura 17, Z-ə düşür 16. 15, 14, Y-ə düşür 13. Y-Z-in əmələ gətirdiyi birləşmənin bir molunda olan protonların mol sayını hesablayın. Eyni sualdan neçə dəfədir? Bu tip başqa sual da var idi axı. Deməli, Y 13-dür, Z 16-dır. Bu 2, 8, 3-cü qrupda yerləşir metaldır. Z 2, 8, 6-cı qrupda yerləşir qeyri-metaldır. Y, Z. Z metaldırsa 3, daha doğrusu Y qeyri-metaldır 3, Z də 6-cı qrupda yerləşən qeyri-metal 8-i tamamlamaq üçün özünə 2 valentlik göstərir. Çarpaz qaydasına görə 2 gəlir Y-ə, 3 gedir Z-ə. Protonların sayını istəyir. Baxaq, Y-in bir dənəsinin neçə protonu var? 13 dənəsinin. Sənin birləşməndə 2 dənə Y var. Deməli, 13 vurulsun ki, 26 dənə proton olur burada. Üstəcə, Z-in bir dənəsinin 16 protonu var. Sənin birləşməndə 3 dənə Z var. 3 vurulsun 16 eləyir 48. Bunu toplayırsan, 6, 4, 6, bu da 7, 74. Cavab da olur D variantı. Keçək 46-ya. Eksotermik proseslər göstərir. Uşaqlar, eksotermik nə deməkdir? Reaksiya istiliyin ayrılması ilə getməlidir. Biz bilirik ki, suda bərkdən mayeyə, mayədən də qaza keçid istiqaməti istiliyin udulması ilə gedir. Düzdür? Onda qazdan mayəyə, mayədən də bərkə keçid ayrılma ilə gedir. Yəni, ayrılma ilə gedirsə, bu eksotermikdir. Yəni, siz axtarmalısınız qazdan mayəyə, mayədən bərkə keçidləri. Qazdan mayəyə keçid hansıdır? 1 keçididir. Mayədən də bərkə keçid axtarmalısan, o da 2 keçididir. Eksotermik proseslər olduğu 1 ilə 2 Y variantı. Bu belə. Keçək 47-yə. İyonlar X2 mənfi elektronu A+8, fosforunda A dənədir. Baxaq, gəl bunu tapaq. 15, 5 müsbət odur ki, 5 dənə elektron verdi. Qaldı neçə elektron? 10 elektron. Deməli, A 10-dur. Onda A+8 eləyir 18. Bu 18 elektron var, deməli, bu iyonun. Bəs bunun neytral halda neçə elektronu var idi ki, bu 2 dənəsini verdi, 18 oldu. Deməli, bu elementin 20 dənə neytral halda elektronu var idi. X elementi üçün doğrular istəyir. Baxaq, X 20 idi, düzdür. Gəlin 20-ni ayıra bilərik də biz. 2, 8, 8, 2. Bunun xarici təbəqəsini deməli necə ilə qutarır? 4s2 ilə qutarır. Amma burada 3s2, 3p4 yazıb yanlışdır. 4-cü dövrün ikinci qrupunun əsas yarım qrupu. Bəli, 1, 2, 3. 4-cü dövr ikinci qrup, əsas yarım qrup doğrudur. Normal halda atomun xarici təbəqəsində 2 tək elektron var. Xeyr, bu 4s2 ilə bitirsə, baxın, 1, 2. 2 dənə
Tək deyil, axı bunlar cütdür, yanlışdır. S elementidir, bəli, sonu S-lə bitdiyinə görə S elementidir. 2, 4 doğru cavab oldu, C variantı. 48. Normal şərtdə sıxlığı 1,25 olan XO qazının, uşaqlar qaz deyirsə bunun birinci kütləsini hesablamalısınız. M bərabərdir ρV-dən. Sıxlığı 1,25-dirsə, qazların həcmi nə qədər olur? 22,4. Bunun kütləsini hesablaya bilərsən. 1,25-i 22,4-ə vurursan, eləyir 28 qram. XO qazının 7 qramında olan atomların ümumi mol sayını hesabla. Deməli, 1 mol XO qazı 28 qramdır. Bunda neçə dənə atom olur? 28 qram oldu. Bir dənə X, bir dənə oksigen, 2 dənə atom. 28 qramında 2 atom varsa, bunun 7 qramında neçə atom olar? X atom. Bunu da hesablayırsa 28 7-dən 4 dəfə böyükdür. Onda X-də hesablayanda 2 bölünsün 4, yəni 1 bölünsün 2, 0,5. Cavab da olur D variantı. Keçək 49-a. 49. Tənliyi üzrə bərabər mol sayda götürülmüş azot və hidrogendən ibarət qarışığı reaksiyası zamanı maddelərdən biri tam sərf olunarsa, reaksiyadan sonra qablı olan qaz qarışığının orta molyar kütləsini hesablayın. Gəl baxaq. Deməli, bərabər mol sayda götürülmüş azot və hidrogendən ibarət qarışığın reaksiyası zamanı maddelərdən biri tam sərf olunursa, reaksiyanı buradan yazaq bir dənə. Azot, üstə gəlinsin 3 dənə hidrogen, alınıb 2 dənə amonyak. Deməli, B, C, D. Uşaqlar, başlanğıcda deməli, bərabər mol sayda. Tutalım ki, bundan da A mol götürüblər, bundan da A mol götürüblər. Qarşılıqlı reaksiya zamanı maddələrdən biri tam sərf olunur. Birinci təyin etməliyik ki, bərabər mol miqdarda götürəndə hansı sərf olunur? Baxın, bir dənə azota neçə dənə hidrogen lazımdır? 3 dənə hidrogen lazımdır. Düzdürmü? Tutalım ki, sən bunlardan bərabər miqdarda götürürsən. Yəni 3 dənə azot götürürsən, 3 dənə hidrogen götürürsən. Düzdür. Onda bu 3 hidrogenin 3'ü də sərf olunar. Amma bu 3 azot götürmüsən, onun cəmi biri işlənir axı. Qalan 2 dənəsi artıq qalar. Deməli, tam sərf olunan olacaq hidrogen. Yəni, A dənə hidrogen götürmüsənsə, bunun A'sı hamısı sərf olunacaq. Reaksiyadan sonra qabda qalan qaz qarışığının orta molyar kütləsini hesablayın. İndi baxın uşaqlar. A dənə götürmüsən hidrogendən. Bir dənə azota 3 dənə hidrogen sərf olunurdu. Bəs A dənə hidrogen neçə dənə azota sərf olunar? X dənə. X bərabər olur A bölünsün 3-ə. Deməli, bu azotun sərf olunanı A bölünsün 3-dür. Yenə baxın. 3 dənə hidrogen işlənəndə 2 dənə amonyak alınır. A dənə hidrogen işlənəndə nə qədər amonyak alınır? X dənə. X də bərabərdir 2A bölünsün 3 mol amonyak alınır. Bu belə. Deməli, amonyakın alınan miqdarı həm də onun tarazlıq miqdarıdır. Hidrogendən zaten qalmayıb. Deməli, burada götürmüsən azotdan A mol, A bölünsün 3 mol sərf olunur. Nə qədər qalıb? Deməli, qalıb A mol götürmüsənsə, A çıxılsın, A bölünsün 3. Kəsir çıxsan 3, deməli 3A çıxılsın A, qaldır 2A bölünsün 3 mol. 2A bölünsün 3 mol tarazlıqda qalıbdır bu azotdan. Reaksiyadan sonra qablı olan qaz qarışığının orta molyar kütləsini hesablayın. M orta istəyir uşaqlar. Nü1 M1 plus Nü2 M2 bölünsün Nü1 plus Nü2. Bu düstur. Gəlin hesablayaq. Harada qalmışdıq? Getdim bir anlıq gəldim. Deməli, M ortanı hesablayırdıq. Birinci bizim qabımızda qalan qazımız azotdur. Nə qədər qalıb? 2A bölünsün 3 qədər qalıb. Yazıram bura. 2A bölünsün 3 qədər azotdur. Bu azotun kütləsi neçədir? N2 vur 28. Üstə gəlinsin. İkinci qalan qazımız isə amonyakdır. Bu da 2A bölünsün 3 qədər qalıbdır. Və bunun kütləsi nə qədərdir? Amonyakdırsa 17-dir. Bölünsün mol miqdarının cəmi 2A bölünsün 3 plus 2A bölünsün 3-ə. Bərabərdir. Deməli, ay uşaqlar, nə edirik? 28 ilə 3 ixtisar gedirmi? Yox, getmir. Getmir ixtisar 28 ilə 3. Ən yaxşısı belə eləməkdir. 3'ü yazıram ortaq məxrəc olaraq. 28'i vururam 2'yə 56A plus 17 ilə vuram 2, 34A. Bölünsün, 3 burada qalır. Məxrəcdə, yuxarıda 4A. İndi 56 ilə 34-də toplayanda 50 verir bizə 90A. Bölünsün 3. Vurulsun, tərsinə çevirəmdə 3 bölünsün 4A.
90 da böləndə 4-ə, deməli 2 dəfə 8. Bir dəqiqə gəl bölək də. 94-ə böləndə 2, 8, 10, 2, 22 tam. Onda 5. O da verir bizə Y variantını. E bəndi. Yazıq bura. Keçək 49-50-ci suala. Bunu biraz təmizləyək. XSO4 vurulsun NH2O kristal hidratında oksigen atomlarının sayı hidrogen atomlarının sayından 1,5 dəfə çox olarsa eyni hesabla. Deməli, oksigen atomunun sayı hidrogen atomunun sayından 1,5 dəfə çoxdur. Burada neçə oksigen atomu var? XSO4-də 4 dənə oksigen atomu var. Suda da O bir dənədir. Amma suyun mol miqdarı neçədir? N dənə. Deməli, N vurulsun 1, N dənə oksigen atomu burada var. Hidrogen atomu burada yoxdur. Burada isə H2O-nun içərisində 2 dənədir. Molu da N olduğuna görə burada 2N mol. Bu da bərabərdir 1,5-ə. 4 plus N bərabərdir 1,5-də 2N-ə vuranda 3N-ə. 4 bərabərdir 2N, N də bərabərdir 2-yə. Cavab da oldu Y variantı. 51-ə baxaq. Qrafikə əsasən A-nı tapın. Deməli, uşaqlar, bu bilirsiniz nədir? XY birləşməsidir, 24 qramdır. Deyək ki, bunun içərisində 8 qram X var. Deməli, onda Y neçə qram var? 24-dən çıxırsan 8-i verir sənə 16 qram. Sonra XY birləşməsidir 48 qram olanda bunun içərisində 16 qram X var. Sənə deyir ki, 72 qram olanda bunun içərisində nə qədər X var? Onu hesabla. Deməli, 48 16-dırsa, burada 2, deməli 4-dən də 32 qramda Y var. İndi baxın, 24, 48. Neçə dəfə artıbdır bu? 2 dəfə artıb, düzdür? X-in də kütləsi 2 dəfə artıb, onda Y də 2 dəfə artıb. İndi 24-dən 72 olub kütlə. Neçə dəfə artım müşahidə olunub? 24-dən 72-yə gedəndə 3 dəfə. Çünki 24-ü 3-ə vuranda, bax 2, 1, 72. 3 dəfə artım müşahidə olunub. Düzdürmü? Deməli, X-in kütləsi də 3 dəfə artmalıdır. Olmalıdır. X 3 dəfə 8 neçə eləyir? 24. Y-in də kütləsi 3 dəfə artmalıdır. Olmalıdır. Y-də 16 vurulsun 3, 48. İndi bizdə A'dır. A kimin kütləsi? X-in kütləsi. O da eləyir 24. Cavab olur D variantı. Keçək 52-ci suala. Hansı ifadələr doğrudur? Bir-bir tapmalıyıq. Rabitə əmələ gətirən elektronların sayı. Biz bilirik ki, uşaqlar, bir rabitəni neçə elektron əmələ gətirir? 2 elektron. Düzdürmü? Deməli, bu molekulda neçə rabitə varsa, onları saymalıyıq. Sonra elektron sayını istəyirsə 2-yə vurmalıyıq. Bax, CH2 də bu. Əgər yaza bilmirsinizsə, açın. Bax, karbondan 2 dənə hidrogeni var, onu rabitə ilə göstər. Sonra 2 qat rabitə, karbon. Buna bir hidrogen birləşib yazırsan, tək qat rabitə. Yəni, yaza bilirsinizsə birbaşa, yəni orada görə bilirsinizsə rabitəni, heç açmayın, rahat yazın. Baxın, neçə rabitə var? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənə rabitə var. 10 rabitəni, bir rabitəni 2 elektron əmələ gətirirsə, 10 rabitəni 20 elektron əmələ gətirəcək. Deməli, X-in qiyməti 20-dir. Polymer kovalent rabitələrinin sayını istəyir indi sizdən. Uşaqlar, polymer kovalent rabitə müxtəlif qeyri-metallar arasında yaranan rabitədir. Müxtəlif növ qeyri-metal. Burada müxtəlif növ qeyri-metallarda karbonla hidrogen arasındakı rabitələrdir. Yəni, qısaca hidrogenlərin sayı 2, 1, 3, bu da 1, 4 dənə. Z olur 4. Rabitə əməliyyat gətirən qeyri-hibrid orbital sayı. Şöyle qeyri-hibrid orbitalın sayını tapmaq üçün hidrogenin üzərində 2 pi-ni gəlirsən. Hidrogen neçə dənədir tapmışdıq bayaq? 4 dənə. Pi neçə dənədir? Bax, 1 pi rabitə burada var, 2 dənəsi də burada var. 3 dənə pi rabitə var. 2-ni də vurursan 3-ə, eləyir 6. 4 ilə 6, bu da verir sənə 10. Y-də olur 10. Yəni, sual verə bilərsin ki, müəllimə, 2-ni niyə pi-yə vururuq? Çünki pi rabitəni əmələ gətirən zaman 2 dənə qeyri-hibrid p orbital iştirak eləyir. Ona görə 2-ni pi-yə vururuq ki, oradakı neçə dənə qeyri-hibrid orbital var, saya, tapaq. Rabitə əmələ gətirən hibrid orbitalların sayı. İndi bunu nə edirsiniz? Yenə düstur bilmirik də, biz hələ 11-ə təzə başlamışıq deyənə. Bilənlər düsturla yaza bilər.
Baxın, burada karbon 2 qat rabitənin yanındadır, sp2 hibrid halındadır. Buradakı karbon da 2 qatın yanındadır, sp2 hibrid. Buradakı karbon 3 qatın yanındadır, sp. Bu da 3 qatın yanındadır, sp. sp2-nin neçə dənə deməli nə orbital var? 3 dənə. Buradakı sp2-də neçə orbital var? 3 dənə. Buradakı sp-də neçə orbital var? 2 dənə. Buradakı sp-də yenə 2 dənə orbital. Cəm eləyir neçə? 3, 3, 6. Buradakı 2, 4 oldu 10. T də bərabər olur 10-a. İndi birinci fikir. X bərabərdir 2y. X 20-dir. Y 10-dur. Həqiqətən x 2y-ə bərabərdir. 1 doğrudur. X böyükdür z. X 20-dir. Z 4-dür. Bu da doğru fikirdir. Üçüncü T böyükdür Y. Uşaqlar T 10-dur. Hə, Y də 10-dur. Böyük deyil də. Bunlar bərabərdir. 3 yanlışdır. T bərabərdir 2Z. T 10-dur. Z 4-dür. 2Z 8 eləyir. Bərabər səhvdir. Deməli, doğru cavab 1 ilə 2. B variantı. 53. Reaksiya əsasən X-in nisbi molekul kütləsini hesablayın deyir. Deməli, nə edirsiniz? Sağla solda bilirik ki, atomların sayıları bərabər olmalıdır. Ona görə əsasən X-in formulunu çıxartırsınız. Bax, altında 2 dənə karbon var, 4 dənə. Deməli, solda X-in tərkibində 2 dənə karbon olmalıdır ki, onun mol miqdarını, yəni əmsalını, karbon sayını indeksindəki 2-yə vuranda 4 versin bizə. Sonra, hidrogenə baxırsan 6 dəfə 2, 12 dənədir. Deməli, burada maddənin içində 6 hidrogen olmalıdır ki, bu 2-ni bu 6-ya vuranda 12 eləsin. Oksijeni sayaq. 4 dəfə 2, 8 oksigen. 6 dənə də burada 14 dənə oksigen. Burada 7, 2, 14 dənə oksigen. Deməli, bu X-in içində oksigen yoxdur. İndi maddə oldu C2H6. Bunun nisbi molekul kütləsini istəyir. Karbonun biri 12 qramdır. Biz 2 dənə olduğuna görə 2 vurulsun 12. Üstə gəlsin. Hidrogenin 1 qramdır. 6 dənə olduğuna görə 6 qram. 2 vur 12, 24. O da 6. Bizə verir 30 qram. Cavab olur 30. 54. Sıra nömrəsi 16 olan X elementinə aid olmayan ifadələri müəyyən edin. 16. Deməli, 2, 8, 6 elektron konfigurasiyasında yazaq. 1s2, 2s2, 2p6, 3s2, 3p4. Baş oksidinin bir molekulunda 3 atom var. Bu element 6-cı qrupda yerləşirsə, onun baş oksidini yazmaq üçün oksigen 2 valentlidir. Bu maddədə 6 valentli, 6-cı qrupda yerləşir. İxtisar gedir 1, 3. 1 gəlin X-in indeksinə, 3 gedir oksigen indeksinə. Deməli, birləşmənin formulu olur XO3. Bir molekulda 3 atom var, yanlış fikirdir, 4 atom var. Normal halda 4-də cütləşməmiş elektronu var. Bilirsiniz ki, bura kimi hamısı cütləşmişdir. Biz axırıncıya baxsaq bəs eləyir. P4 deyir. 1, 2, 3, 4. 4 də cütləşməmişdir. Səhvdir. 1, 2 dənə cütləşməmişi var. Səhvdir. XH2 tipli kovalent rabitəli birləşmələ gətirir. Element 6-cı qrupdadırsa, o 8-i tamamlamaq üçün özünü 2 valentlik göstərəcək. Hidrogenli birləşmədə hidrogen də 1 valentlik göstərir. Çarpaz qaydası ilə 1 bura, 2 də hidrogen indeksinə həqiqətən birləşmənin formulu olur XH2. Kovalent rabitəlidir. Bəli, burada kovalent rabitəlidir. 3 doğrudur. Özü uçucu birləşmədir. Maksimum həyəcanlanmış halda 9p elektronu olur. Gəl buralar silək, bunu həyəcanlandıraq. Bilirsiniz ki, həyəcanlanmanın olması üçün 2 şərt lazımdır. Sonunda boş xanamız olmalıdır. Bir də nə olmalıdır? Cüt elektron olmalıdır. Burasına baxmırsan, xarici səbəqədə həyəcanlanır. Çünki element 3s2, 3p4. 1, 2. P4'ü də yazıram bu şəkildə. 1, 2, 3, 4. Bu həyəcanlananda bunun bilirsiniz ki, boş bir 3D yarım səviyyəsi var. D-nin neçə xanası var? 5 dənə xanası var. Birinci həyəcanlanma halında qırmızı qələm götürək. Bu elektron silinir. Gəl düşür bura. İkinci həyəcanlanma halında bu elektron silinir. Gəl düşür bura. Qısa elektron konfigurasiyası onda çevrilir olur necə? 3s2 idi. İndi nə oldu? 3s1. 3p4 idi. İndi oldu 3p3. Təkləndi də elektronlar. Burada da oldu 3d2. Deyir ki, maksimum həyəcanlanmış hal 9p elektronu var. Deməli, bunun P-sinin 2P6-da 6 dənəsi var idi. Burada neçə dənəsi qaldı həyəcanlanda? 3 dənəsi. Həqiqətən də 9 dənə P elektronu var. 4-cü fikirdə doğrudur. Burada olur cavab 3 və 4. Keçək 55-ci sualla. Amonyak və karbon qazından ibarət qaz qarışığının sıxlığı havanın sıxlığına bərabərdir. Yəni, havanın sıxlığı bilirsə neçədir? 29. Qarşılıqda olan oksigen atomlarının sayı atomların ümumi sayından neçə dəfə azdır? Uşaqlar,
Bunun ən rahatı diaqonal üsuldur. Necə? Amonyak yazırsan bura. Burada bir CO2 yazırsan. 29'u da yazırsınız mərkəzə. 29. Niyə? Çünki havanın sıxlığıdır diaqonal üsulu. Amonyakın kütləsi neçədir? 17. Karbon qazının kütləsi neçədir? 44. Düzdür? Diaqonal qaydasına görə 44-dən deməli çıxırsan 29'u yazırsan bura. 44-dən 29 çıxanda neçə verir sənə? Verir 5. Düzdür? Yox, 15. 29'dan da 17 çıxanda verir sənə 12-ni, düzdürmü? Deməli bunlar ikisi də 3-ə bölünür. Burada qalır 5, burada qalır 4. Düzdür? Bu deməkdir ki, sən 5 mol amonyak götürmüsən, 4 mol da karbon qazı götürmüsən. Qarşıda olan oksigen atomlarının sayı atomların ümumi sayını. Qarşıda neçə oksigen atomu var? 4 dəfə ki 8 dənə oksigen atomu var. O var. Düzdür? Bu 8 deyil. Bax buradan yazıram. Bu 8. Qarşıda olan ümumi atom sayından. Baxaq. 5 amonyak var burada. Bir dənə azot, 3 dənə hidrogen, 4 dənə atom var. 5 dənəsində də 5 vurulsun 4, 20 dənə atom var. Düzdür? 20 atom. Üstə gəlsin. Bir də var 4 mol karbon qazı var. 1 atom karbon, 2 atom oksigen, cəmi 3 atom edir. 4 dəfə 3 də eləyir 12 atom. Neçə dəfədir? Azdır. Bu 8-dir. 20, 12, bu da 32-dir. Neçə dəfə azdır 8, 32-dən? 4 dəfə. Cavab da oldu 4 dəfə. Keçək 56-ya. X, Y3 birləşməsində, buralar silək bir də lazım olsa. X, Y3 birləşməsində MX, Y-a nisbəti 7-nin 3-ə nisbətidir. X elementinin neutron sayı 30 olarsa, proton sayını müəyyən edin. Ayşələr, gəlin baxın. Deməli, X-in Y-a nisbəti 7-nin 3 kimidir. X, 2, Y, 3. Y-in kütləsini bilirik. Neçədir? 16-dır. Amma X-in bilmirik də, X-in tapmalıyıq ki, sonra onun protonunu da tapaq. Deməli, 2X bölünsün 3Y bərabərdir 7-nin 3-ə nisbəti. Y-i bilirik. Bax, neçə yazıb bura? 16. Deməli, 3Y-in yerinə bunu silib 3 vurulsun 16, yəni 48 yaza bilərik. Buradan ixtisarlara aparaq, həll eləyək tənliyi 16. X bərabərdir 16 vurulsun 7 bölünsün 3. 16 yanında 3 gedir. Burada qalır 8. Düzdür. Sonra 7-ni də vurursan 8-ə eləyir 56. Deməli, X-in ayırı 56'ymış. Biz də bilirik ki, ayır nədir? Protonla neutronun cəmi. Əgər 56-dırsa və bunun neutronu 30 dənədirsə, mən protonunu tapmaq istəyirəm də. 30. Onda proton bərabərdir 30. 56 çıxılsın 30. Bu da verir sənə 26-nı. Deməli, elementin 26 dənə protonu var imiş. Uyğunluğu müəyyən edin. 0,5 mol amonyak. Əgər 1 mol 22,4-dürsə, 0,5 mol həcmdən 11,2 litr olmalıdır. Yəni yarısı. Birə gedir C bəndi. 42 qram azot. Uşaqlar, azot qazlı 22,4 litrinin kütləsi N2 28-dir. İndi 42 qramı nə qədərdir? X-dir. X də bərabərdir. Deməli, bu ikisi də 14-ə bölünür. Burada qalır 2, burada qalır 3. 2 ilə də 22,4 gedir. Burada qalır 11, onda 2. Onda X olur 11, onda 2 vur 3. 33 tam, onda 6 litr. Bura gedir A bəndi. 12 tam %4 vur 10 üstü 23 sayda oksigen molekulu. Baxın. 22,4 litr deyəndə biz Na sayda, yəni 6 %2 vur 10 üstü 23 sayda molekul nəzərdə tuturuq. Bəs 12,4 vur 10 üstü 23 sayda molekul neçə litrdir? X litrdir. Buradan ixtisarlar aparar. 6 %2-dən 12 0,10 12 %4 2 yaxtısa gedir. Burada qalır 2. X də bərabərdir. 22,4-də 2-yə vuranda 44,8 litr. Bu da verir bizə o D variantını. Yəni 1-ə C, 2-yə, 3-ə də D variantı uyğun gəlir. Keçək situasiyalara. Dövri sistemin fragmentində göstərilmiş X halogendir. Əla. X və Z-in əmələ gətirdiyi birləşmənin formulunu yazın və molekulda protonların sayını tapın. Uşaqlar, X halogendir və neçənci dövrdədir? İkinci dövrdədir. İkinci dövrün halogeni hansıdır? Halogenlər ümumiyyətlə neçənci qrupda yerləşir? 7-ci qrupda, düzdür? Bura 7-dir, onda əvvəldə 2-dir, düzdür? Onda X elementi deməli 9-cu elementdir.
İndi Z-i burada tapa bilərsən. Biz bilirik ki, eyni qrupda yerləşən elementlər bir-birindən 8 vaid fərqlənir. Bu 9-cu elementdirsə, bu xana 9 plus 8 olmalıdır. Yəni 17-ci element olmalıdır. Onda Z ondan bir vahid azı 16-cı elementdir Z. Əmələ gətirdiyi birləşmənin formulu uşaqlar 2, 7, 7-ci qrupdur. 2, 8, 6, bu da 6-cı qrupdur. Yazaq. 7-ci qrup X-dir. 7-ci qrup. Z isə 6-cı qrupdur. Düzdürmü? Hansı özünü 8-ə tamamlayacaq? Təbii ki, halogenimiz özünü 8-ə tamamlayacaq. Ona görə 8-i tamamlamaq üçün onun neçəyə ehtiyacı var? 1-ə ehtiyacı var. Yəni burada halogen 1 valentli göstərəcək özünü. Onda çarpaz qaydasına görə 6 gələcək X-in indeksinə, 1 də gedəcək Z-in indeksinə. Onda birləşmənin formulu olacaq X6Z. Formulu tapdıq. Və molekulun protonlarının sayını hesablayın. X-in neçə protonu var uşaqlar? 9 dənə. Neçə dənə X-in var? 6 dənə. Yəni burada proton sayını hesablayanda 6 vurulsun 9. Vurma işarəsini qoyam. Üstə gəlsin. Z-in neçə protonu var? 16. Neçə dənə Z var? 1 dənə. 1 vurulsun 16 yazırsan. Bərabərdir. 6 dəfə 9 eləyir 54. Üstünə də gəlirsən 16-nı. Bu da verir bizə 70-i. Bu birinci. 59. Normal halda züt elektronlu orbitallarının sayını, yəni 16-nı ayırmalısan. Birincini tapanda. Gəl tapaq. 1s2, 2s2, 2p6, 3s2, 3p4. Cüt elektronlu orbitalın biri s orbitaldır. Səbəb gəl sübut elə. 1, 2. Biri budur. 2s2. Bu da cüt elektronludur. Tam dolubdur. İkinci orbital budur. 2p6'nın 3 dənə orbital var və 3'ü də tam dolub. 1, 2, 3, 4, 5, 6. Deməli, 3-cü bu, 4-cü bu, 5-ci bu. 3s2. Yenə bu da tam dolub. Deməli, 5, 6-cı tam dolmuş orbital bu. P4 deyir. 1, 2, 3, 4. 7-ci tam doymuş orbital da budur. Cüt elektronlu orbitallar istəyir. Həqiqətən də cüt elektronlu 7 dənə orbital var. Bu birincinin cavabı 7. İkincinin cavabına keçək. Hidrogenli birləşməsinin molekulunda atomların sayını. X elementi 16-dır, 6-cı qrupda yerləşir. Bunda hidrogenli birləşməsini yazırıq. Hidrogen bir valentlidir. X elementi 6-cı qrupda yerləşirsə, özünü 8-ə tamamlamaq üçün valentli olaraq 2 istifadə edəcək. Onda birləşmə indeksinin, deməli, çarpaz qaydasına görə 1 gəlir X-in indeksinə, X-in valenti olan 2 də gəlir hidrogenin indeksinə. Yəni, birləşmənin formulu olur XH2. Molekulda olan atomların sayı deyirsə, bir dənə X atomu var, 2 dənə də hidrogen atomu, cəm olur 3 dənə atom. Keçək 60-cı suala. Y-in baş oksidinin formulunu və normal halda atomunda olan tək elektronların sayını müəyyən elə. Qaydaq Y-ə. Bu Z 16 idi. Onda bu xana 15'dir. Bu xana 14'dür. Onda Y düşür 13 nömrəsi. Düzdür? Tapdıq ki Y 13-cü elementdir. 2, 8, 2'yə bax da 3. Baş oksidinin formulunu istəyir. Y neçənci qrupda tapdıq? 3-cü qrupda. Y-in baş oksidi deyirsə, oksigen neçə valentlidir uşaqlar? 2. Y də deyir 3 valentlidir. Çarpaz qaydasına görə 2 gəlir Y-in indeksinə, 3 də gedir oksigenin indeksinə. Bu oldu baş oksidin formulu birinci. Və normal halda atomunda olan tək elektronların sayını istəyir. Bax, tək elektron sayını istəyəndə xarici elektron təbəqəsini yazmaq bəs eləyir. Niyə? Çünki bu birinci, ikinci təbəqə tam dolub ki, üçüncü təbəqəyə keçmişik də. Üçüncü təbəqə 3 elektron var. Yəni nöqtə 3s2, 3p1 yaza bilərsiniz. Bunun tək elektronlarının sayını da deyirsə 1, 2, düzdür bu. Bu da 1. Neçə dənə tək elektronu var? 3p1 isə 1 dənə tək elektron var. Vəssalam, bu qədər. Hələlik.